Satnamə və təchizat üzrə beynəlxalq karyera qurmaq istəyənlərin ən çox verdiyi sualları cavablandıraq. Salam, mən Sevinç Əlimşiyeva, satnamə və təchizat üzrə ixtisaslaşmışam. Təhsilim neft-qaz mühəndisliyi, biznes idarə olunması və hazırda doktorantura pilləsi beynəlxalq logistika və təchizat zənciri idarə olunması sahələri əhatə edir. 3 fərqli istiqamət, amma eyni məqsəd. Effektiv təchizat və davamlı biznes. Satnamə və təchizat sayəsində ən peşəkar nüfuzlu institutdur. CIPS qlobal səviyyədə tanınır və beynəlxalq iş imkanları yaradır. Əgər bu sahəyə yeni başlayırsınız və artıq çalışırsınız, amma biliklərinizi beynəlxalq səviyyəyə qaldırmaq istəyirsinizsə, bu təlim tam sizə görədir. Yəni, həm yeni başlayanlar, həm də peşəkarlar üçün tanınırdır. Əgər beynəlxalq şirkətdə çalışmaq istəyirsinizsə, bu sertifikat sizi digərlərindən fərqləndirəcək. İmtahanlara hazırlaşmaq üçün 3 əsas tövsiyə. Birincisi, mentor dəstəyi, ikincisi, rəsmi səhifəs materiallardan istifadə edin və üçüncüsü, hər mövzunu ayrıca mənimsəyin. Əgər təcrübəniz yoxdursa və bu sahədə yenisinizsə, level 2 sizin üçün daha uyğundur. Əgər bir neçə il iş təcrübəniz varsa və əsas anlayışlara sahibsinizsə, level 3 və 4 daha məqsədə uyğundur sizin üçün. Qısaca desək, başlanğıc nöqtə təcrübəyə uyğun seçilməlidir. Əgər bu və ya digər mövzularda suallarınız varsa, şərhlərdə bölüşün, gəlin birlikdə müzakirə edək.